Mübarək Ramazan ayının 24-cü gününü yaşayırıq və bugün duasını deyirik. İlahi, bugün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabi olmaq və sənə qarşı üsyan etməmək üçün yardımını istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah. Duada Allahı razı salan əməllər və Allahı qəzəbləndirən əməllərdən sığınmaqdan söhbət keçir. Əslində valideynimiz də bəzən biz özümüz də valideynimizin bizdən narazı qala biləcək əməllərdən narahat oluruq və qorxuruq. Bu hiss, onların qəzəbinə gəlmək bizi necə narahat edirsə, Allahın da bax hissi elə bir şeydir ki, Allahın gözü qarşısında bu günahı etmək, onu narahat etmək. Əgər bir əməl çox pis əməldirsə, onu heç düşüncəndən də keçirmə ki, Allahın, hətta valideynimin də qəzəbinə gəlməyəsən. Valideyn də bizi təmənnasız sevəndir və Allah da yaradılış olaraq bizə məhəbbəti çox böyükdür. Peyğəmbərimizin təbirincə desək, o sizi ananızdan da daha çox sevir.